Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme inna nes'aluke ve ned'uk bi ismikel azimil a'zam el ecellil ekrem ve bil Hüseyni ya Allah 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 ya Rahman ya Rahim ya Allah. Allah sana and veririk bu gecənin şəhidinə, Pərverdigara, bu məsciddə, bu cəmdə və tamam yerlərdə ki dua elədilər, ihya saxladılar, Pərverdigara bu cəmin hamısının günahlarına qələmi əfv çəkinin. Pərverdigara bu duaları, bu məclisləri, bu bikəyi Allahı bizdən qəbul eləcinin. Allah, Allahlığı and veririk səni, əzəməti and veririk səni, böyülücü and veririk səni. Allah, hamının dərdi var, hacəti var, Pərverdigara, hamının istəyi var. Allahlığı ilə hamının istəyinə əta eləcinin. Allah bu gecələrin xüsusi ab-ı həvası var. Bilirəm möminlər yorulurlar. Amma yorğun da olsunuz, məni elə bilirəm bağışlarsınız bir neçə kəlmə inşallah. Bu naqis dilimlə dua eləyim. Çünki bəzi möminlər təkid eləyirlər ki, hökman dua olunsun. Düzdür, axşamdan dua eləyirik, amma bunu da istəyirlər. Allah da çox istəyir ki, bəndəsi onu çox çağırsın, çox yalvarsın, çox razı niyaz eləsin, çox nəcva eləsin, dua eləsin, ta Allah Teala subut eləsin dünyaya ki, mənim yer üzündə dostlarım var, məni çağıranlar var. Allah səni and verir bu gecənin şəhidinə, bu möminləri düşmən qarşısında xarizəlik eləməclə. Qardaşımız İmam Hüseyin Aleyhisselamla oxudu. Mən bu gecənin bəzi əhvalatları var. Ustadlardan, böyüklərdən eşitmişikdir. Əli Aleyhisselam məsciddən yaralı qaydanda Allah Teala heç atanı evdən səlamət aparıb yaralı qaytarmasın. Muhammed Ali Muhammed xatirinə. Yaralı qayıtdı və gördülər çöldə bir qovqa, bir qışqırıq düşdü. Soruşdu, kimdir? Dedilər, Əbəlfəz Aleyhisselamdır. İndi eşidib gəlib. Dedi, çağırın onu gəlsin bura. Çağırdılar Əbəlfəzi Aleyhisselam. Əlin götürdü, qoydu İmam Hüseyin Aleyhisselama. Əbəlfəzə dedi ki, Əbəlfəz bu Tahadan əmanətdir, Peyğəmbərdən əmanətdir. Sən burada nə eləyəcəksən, onu saxla Kərbəlaya. Amma Əbəlfəz Aleyhisselam Kərbəlada da bir şey eləyə bilmədi ki. Bir ustadlardan biri bir şeir deyirdi, həmişə tövsiyə eləyirdi onu. Deyirdi, qəlbim qəm ilə olsa Əbəlfəzlə ağlaram. Güllər çəməndə solsa Əbəlfəzlə ağlaram. Yad eylərəm o saat ki düşdü qolları, ömrüm 1000 ildə olsa Əbəlfəzlə ağlaram. Nə qədər fəzilət var bunda? Nə qədər fəzilət var burada? Nə qədər izzət var ki, deyir, ömrüm 1000 ildə olsa Əbəlfəzlə ağlaram. Allah səni and verir, Əbəlfəzin o çətin saatlərinə özün bu möminlərə rəhm eləcəkən. İmam Hüseyin Aleyhisselam Həzrəti Zeynəbin dilindən rəvayət edirlər, deyir, gördüm İmam Hüseyin Aleyhisselamın rəngi saraldı. Dedim, qardaş nə oldu? Dedi, qardaşım çağırır məni. Həzrəti Zeynəb nə qədər şəhid vermişdi, nə qədər matəm saxlamışdı, neçə nəfərin yasında əyləşmişdi. Kərbəlada 72 nəfərin yasında əyləşmişdi. 71-incisi Əbəlfəz Aleyhisselam idi. İmam Hüseyin getdi qaydanda, gördü İmam Hüseyin Aleyhisselam gələ bilmir. İmam Hüseyin Aleyhisselam Həzrəti Zeynəbə xitab elədi, dedi ki, Zeynəb, Şam əhli yanan şəmizi söndürdülər Zeynəb. Ümmidi Əbəlfəzdir, onu öldürdülər Zeynəb. Allah, ya Allah. Ya İmam Zaman. Allah, Zeynep'in ne kadar sabrı varmış. Ya İmam Zaman, Bibin Zeynep'in ne kadar sabrı varmış. Ya İmam Zaman, and verir seni Bibin Zeynep'in o sabrına, o hallarına. Ya İmam Zaman, özümü nəzər elə bu məclisə. Ya Allah,
Allah sen an ver ya Allah o Kerbela'daki musibete. Allah hanım Zeynep'in sabrına, Ebel Fəz Aleyhisselam'ın sədaqətinə, imanına, təqvasına Allah bu cəmi əli boş qaytarmacına. Allah Muhammed al Muhammed an verir səni. Allah o əllər ki bu günləri dinimizə, məzhəbimizə, Allah o əllər ki hanım Zeynep'in icabına uzanır. Allah Muhammed al Muhammed xatirinə, onların balaların məhv eləcinin pərverdigar. Allah onlara dünyada dağ göstərcinən pərverdigar. Allah izzətlərin, şərəflərin əllərindən alcının. Allah Muhammed al Muhammed xatirinə dünyada və ahirətdə xarız əlil eləcinin. Allah Allahlığı an verir, möminlərin çətinləri, müşkülləri var. Allah borcları var, ruzi çətinləri var. Allah halaldan ruzi tapa bilmirlər. Pərverdigarə tezlikcən onlara rəhm eləcinin. Ruzi müvəssə əta eləcinin. Allah iltiması dua eləyənlərin dualarını qəbul eləcinin. Muhammed al Muhammed xatirinə xəstələrə şəfai acil inayət eləcinin. Qardaş dedi, anam xəstədir. Allah tezlikcən xanım Zəhraya xatır, onun anasına da şəfai acil inayət eləcinin. Allah möminləri özündən, möminlərdən başqa heç kimə möhtac eləməcinin. Allah pərverdigarə, mən yəqin bilirəm, Allahlığı and olsun. Bu möminlər ki, burada belə dayanırlar, Kərbəlada da olsaydılar, axıra qədər dayanardılar. Allah bu möminləri Kərbəlada olanlardan hesab eləcinin. Allah Kərbəla şəhidlərinin, Kərbəla əsirlərin savabını əta eləcinin olar. Allah Allahlığı and verir, axirin əhyamız, Ramazanımız qərar verməcinin. Muhammed al Muhammed xatirinə bu gecədə tamam arzusu olanların arzusuna çatdır. Allah Muhammed al Muhammed xatirinə dostlar o əta elədiklərindən bu gecə bizə əta eləcinin. Allah pərverdigarə İmam Zaman ağanın elədiyi duaları bizim barəmizdə qəbul eləcinin. Allah bizi ağanı tanıyanlardan qərar vercinin. Allah bizi rəşadətli, şücaətli, dəyanətli möminlərdən qərar vercinin. Allah bizi həqiqi namaz qılıb oruç tutanlardan qərar vercinin. Allah ağanın zuhurunu təcil eləcinin. Allah bizi o ağanı tanıyıb, dərk eləyib, rikabında şəhid olanlardan qərar vercinin. Allah Allahlığı an verir, o ağanın dualarını bizim barəmizdə qəbul eləcinin. Onun qəlbi nazəninin bizim tərəfimizdən razı, xoşnud eləcinin. Allah dünya və ahirətdə onların ziyarətindən və şəfayətindən bizi binəsib eləməcinin. Muhammed al Muhammed xatirinə rəslimizdən, bədi nəslimizdən əhl-i beytə Qur'ana düşmən qərar verməcinin. Allahümme teqabbel minna əzaəna və biqaəna və duaəna və salatına bihaqqə və bihaqqə nəbiyyina və alih və bil-Fatihəti məs.